yanılırsan ustad. Biz şair olmak istedik. Ama idrakımızın xəzinəsi şeirimizdir. Biz şeirimize göre şairiyik. Bizim üçün şeir o dövrdəki bizim bildiğimiz mənadan çox fərqlidir. Şeir eyni zamanda bir hökümdarı, bir sarayın hüquqi statusunu müəyyən edir. Əhdimiz var bizim. Şeir yaranan gündən şairlə şahın əhdi var. Biz bu əhdi poza bilmərik. Tutaq ki pozduq. Kim üçün? Nə üçün? Şair sıradan bir fərd deyildir. Və hətta ilhamı gələn hər insan şair ola bilmir. Şairin öz missiyası vardır. Şair bir növü İslamdan əvvəlki dövrdə peyğəmbərlik statusunu paylaşırdı bəzi cəmiyyətlərdə. Amma İslamın ortaya çıxmasından sonra və Quranın şeirə qarşı qoyduğu baxışdan sonra şair daha çox bizim içində yaşadığımız dünya ilə kosmik dünya arasında paralelliyi tənzim edən bir baxış, bir düşüncə olaraq